o qədər qəribə dünyada yaşayırıq ki, bəzən o paralel məsələləri çətinlik çəkirik də. Yəni mən dedim, Rusiyanın məqsədi yenidən postsovet məkanı işğal etməkdir. Amma biz inanırıq ki, Rusiya bizdən artıq danışmışıq, razılaşmışıq, dostcasına davranmalıdır. Bizim diaspora dəyməməlidir, nə bilim, təyyarə qəzası ilə bağlı cinayətkarları bizə təhvil verməlidir, kompensasiya ödəməlidir. Rusiyanın niyyəti o deyil axı. Rusiya yenidən dediyim kimi, SSR2-ni yaratmaq istəyir. Bu obsi məsələ profilaktik məsələdir. Sadəcə olaraq birdən-birə hamının qarşısını almamaq üçün bir qismən güya bizdən razılaşdı. Sanki biraz o açıq düşmənçilik azaldı, biraz arxa plana keçdi. Sanki o, bəli, 3 ay, 5 ay bundan qabaq, bəli, Rusiyada olan Azərbaycanlılara hücum olurdu, açıq vandallıq edirdilər, vəhşilik edirdilər, onu dayandırdılar. Amma o demək deyil ki, niyyət dayandı. Rusiya yenidən bütün ölkələri işğal edib böyük dövlət qurmaq planından imtina etmədi. O plan qüvvədədir. Sadəcə olaraq taktikanı dəyişdilər ki, gəlin birdən-birə hamını özünü əleyhimizə qaldırmayaq. Hələ Ukraynanı qutaraq, Ukraynanı bitirək, sonra qayıdıb bunların dərsini verərik. Bunların işinə baxarıq. Budur. Ona görə də təəccüblənməli bir şey yoxdur və bəzən də biz o səmimiyyət o qədər səmimi oluruq ki, o uşaq qədər səmimi oluruq. Belə inanırıq ki, qutardı. O sadəlövlük, səmimiyyət görünür, siyasiləşməmişik də. Bir müstəmləkə xalq olmaq taleyi də var bizdə. O da öz rolunu oynayır. Çünki biz bu siyasətdəki məşri çox təəssüf ki, indi bir şey də deyim. Məsələn, vaxtilə dünyanın o güc mərkəzləri şərqdəki dövlətləri idi. Ki, Osmanlı dövləti var idi, bir cahan dövləti idi, nə bilim, Səfəvi var idi, başqa dövlətlər var idi, Teymur dövləti var idi. Burada bu dövlətlərin də əxlaqı o dövləti idarə edən xalqın əxlaqına uyğun idi. Bu başçıların, liderlərin əxlaqına uyğun idi. Yəni, lider nətər edirsə, dövləti də ona oxşuyurdu. Bu cürə idi. Yəni, belki bir Türk sultanı söz verildisə, ona əməl edirdi. Çünki onun o sözün arxasında onun şərəfi var idi, onun mənliyi var idi, onun imici var idi falan. Amma bu son 200 il, 300 ildə dəyişdi. Güc nisbəti dəyişdi, güc balansı dəyişdi. Qərb dövlətləri təşəbbüslər aldılar, gücləndilər və dünyanı bir növ işğal etdilər və idarə etməyə başladılar. Bax, indi o qərbdən gələn əxlaq fərqlidir. Avro-Atlantika deyirik ha. İndi burada düzdür, bizim qarşımızda duran Rusiyada, amma bu demək deyir ki, Avropanın ya Amerikanın elə onlar hamısı süddən çıxan qaşıqdır, qətiyyən. Həmin əxlaq onlarda da var. Həmin bax görürsün, biz indi siyasətlə barədə danışanda bəzən nə deyirik? Bu çox siyasətçil adamdır. Nədir bu siyasətçil adam? Bu riyakardır, bu yalancıdır, bu alladandır, bu əzəndir, öldürəndir, amma qalib gələndir. Bax, bu günləri həmin o dəyərləri, belə deyək, qoysaq, hətta o siyasətin böyrünə qoysaq, baş verənləri, yəni bu səmimiyyətlə, sadəlövlüklə qəbul etməməliyik ki, qutardı, getdik, tanışdıq, düşənbədə biz nə hiss etdik, o da nə hiss etdi, barışdıq, gəldik, qətiyyən elə deyil. Məsələn, baxıram indi Rusiya hətta Bakıda Rus evini açmağa çalışır. Bu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mikhail Kalugin deyib, açıq şəkildə ki, biz indi Rusiya Bakıda Rus evinin tezliklə fəaliyyətə başlaması üçün həll yolları tapmağa çalışırıq deyir. Əlimizdən gələni edirik. Rusiya və Azərbaycanın xarici siyasət idarələri münasibətlərimizin bütün gündəliyini, o cümlədən humanitar komponent üzrə əlaqələrimizi davam etdiririk. Biz ölkələrimizin niyəsi bax burdadır. Biz ölkələrimizin deyir, dost xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verən Bakıdakı Rus evinin tezliklə fəaliyyətə başlaması üçün qarşılıqlı məqbul həllər tapmağa sadiqik. O bizim həmin Rus evi bizim dostluğumuza fayda vermir. Əksinə, Rusiyanın burada nüfuz dairəsini gücləndirirdi. Bəli, həmin məsələdir. Rusiya yenidən qayıtmaq istəyir, işğal eləmək istəyir. Yenidən böyük Rus imperiyası qurmaq istəyir. Ona görə də Rus evini burada bərpa edir, ona görə də həmin o şəbəkələrini qoruyur. Mən istisna eləmirəm ki, biz indi bu proses getdikcə hansısa bir formada o müqavimətin də güclənəcəyini görəcəyik. Hələ ki, sanki qıraqdan durub baxırlar, indi görsənmir də, biraz sakit görsənir. Amma mən əminəm ki, Rusiya bu şəbəkəsinin burada dağılmasına heç cür razı olmayacaqdır. Heç cür, indi o gəlirlər bəzən. Məsələn, bu yaxınlarda səhv etmirəmsə Qaluzin gəlmişdi, sonra başqaları gəlmişdi. Bu təsadüfi deyil. Onlar gəlirlər, ola bilsin hansısa hədələrlə, ola bilsin hansısa şərtlərlə, hansısa təkliflərlə. Onlar başa düşürlər ki, bu şəbəkə, yəni dost olmaq istənsə, sən mənim yanımda şəbəkən olmalıdır. Biz Rusiyanın içində şəbəkə qururuq. Biz orada Rusiyanın əleyhinə təbliğat aparırıq. Biz Rusiyada kimisə hakimiyyətdən devirik, kimisə hakimiyyətə gətirmək istəyirik. Sən niyə burada mənim hakimiyyətimə müdaxilə edirsən? Dostluq başqa dövlətin hakimiyyətini devirməkdir. Bax, bu gün Ermənistanda Paşinyan bütün günü kilsə ilə vuruşur. Nədən? Çünki kilsə özü bir KGB yuvasıdır. Bu gün kilsə üzərindən Paşinyanı yıxmaq istəyir. Ona görə də o da savaşır. Əslində, belə deyək də, milli mücadilə edir. Bax, ona görə bu günləri, məsələn, sonuncu sorğulara görə Paşinyan yenə də hamıdan çox səs qazanıbdır. 16-15% səsi var.
Ən çox səs ondadır. O rusların orada yaratdığı, səhv etmirəmsə bizim yoldur sonuncu, hardasa 7%-nə qədər səsi var. Paşinyan ondan bir 10%-ə qədər çox səsi var. Yəni bunlar heç biri təsadüfi deyil, dediyim kimi.